Baxın bu videoya, baxın. Ya Fatıma-i Zehra, ya Fatıma-i Zehra, ya Fatıma-i Zehra. برای این رزمایش از لشکر 31 عاشورا یک گردان تکاور برای اهداف مشخص شده پیش بینی شدند. این رزمایش با هدف تقویت امنیت مرزهای دو کشور علیه گروه‌های سازمان یافته غیرقانونی برگزار شد. Görürsünüz? Üzr istəyirəm efirdə. Başa dözmək olmur buna. Ya Fatimə, ya Zəhra at müsəlmanı öldür, mıxırtışana atmaq öyrədirsən. Dayanmısan yanaşı orada o zabiti ilə. Hə? Ləşkəri Aşura, ləşkəri mıxırtışla bir yerdədir. Ay İmam Hüseyin dirilib gəlsə, birinci sizin başınızı kəsər. Ki siz ana burada öz qardaşlarınızın əleyhinə vaziyyə dostluq edirsiniz. Mən belə demişdim sizə. Adını niyə çəkirsən Fatimənin, Zəhranın adını niyə çəkirsən? Fatimənin, Zəhranın erməni ordusunun nə adiyyəti var? Hə, alçaq? Fatimə-i Zəhranın o erməni ilə bir yerdə təlimdə nə adəti var? Sən top atırsan, Fatimənin adını niyə çəkirsən? O top adını niyə atırsan, adam öldürürsən də. Fatimənin adı ilə adam öldürürsən. Adam deyəndə bizi öldürmək istəyirsən, neysə? Çünki orada hansısa bir obrazlı düşmən var. Erməninin də, İranın da düşməni. Birlikdə o düşmənə qarşı vuruşursunuz da. Ay kişi, 200-ün də deməli düşməni bizik də. Daha bunu nətər başa salaq o həmən taxta başa və həmən o gigiyenik əşyanın adını daşıyana. Gənə deyir, orada deyir, Hamas deyib, sən deyir, müsülman, göyə müsülman. Bu deyil müsülman. Başa düşmədim mən. O Paşinyanın həyat yoldaşını aparıb orada Məşədə Anna eləyəndə, Məşədə aparmışdınız da. Bunlar düşməndilər də. Biri orada oturub, hicabı çəkir başından, orada Çernazadı deyir. Bu da indi ayılmaq vaxtı yox, indi sadəcə özüvə gəlmək vaxtıdır. Bilgi Xaqan deyir. Sən özüvə gəl, özüvə dön. Bunlar düşməndilər, bunlar səni parçalamağa, məhv eləməyə hazırdılar. Və gözünün önündə Ləşkəri Aşura, Fatimə-i Zəhra deyib, erməniyə bizə qarşı silah atmaq öyrədir. Bilməm kim öyrədir orada. Çünki ermənilər bizə müharibədə olublar, bunlar İraqda axırıncı müharibədə oldu. Orada da bizim nə qədər türk balamız şəhid oldu. Hə? Və bütün bu İranla birlikdə erməni elə bilir bizə güc gələcək. Siz Paşinyan biri sizə eyfariyaya düşüb. Bütün bu həmən hərbi təlimi görüb Paşinyan eyfariyaya düşüb. Baxın görün Paşinyanın eyfariyası necədir. Baxın görün. Maraqlıdır, çox maraqlıdır mənim üçün. Nə deyir orada ermənicəni bilmirəm. İndi bilənlər altdan yazısına görə nədir. Çingizxan adını filan çəkir orada. Amma Çingizxandan axı Atilla'dan, axı Nadir Şah Afşardan hər ikisi qorxurlar. Hər ikisi Türk adı var üstündə deyənə bərk qorxurlar. Görün qorxudan nə hala düşüb deyəsən Paşinyan. Mən qorxudan nədən? Baxın. Նույնիսկ այդ գլուխները վերցրեցից բարել են, վայ, այս ինչ լավասրա գլուխ կտրեցինք, այս բանի ոտն է, այս Չինգիզ խանի ոտն է, այս էլ բանի պճեղն է, այս էլ տանում եմ տնիցս կախեմ, հա, ձայնա վերցնում, ձայն, վարման կարգով, ասում ես, այս ինչ անելու, ասում ես ժողովուրդ սրանք բյուջե են լցնում, ժողովուրդ, արբա մեր գրպանները լցնեիք, խելագարվելու բանա, Ձայն եմ վերցում, ասում ես, որ ես ինչ ասելու ես ասենց բան, էլի, ասում ես, ժողովուրդ, սրանք բյուջե են լցնում, հասեք, իրանց նման մեր գրպանները պիտի լցնեինք, որ լավ ըլներ։ Ara bunun üçün deyirsən Fatimə-i Zəhra, zabit, bilməyəm də formada yaraşırlar, deyəmirəm. Bunun üçün deyirsən Fatimə-i Zəhra buna. Çıxdı aradan qaçdı dədəsi ilə birlikdə, səninlə də birlikdə. Hə? Həmən o, nə idi bunun, Nariçnitskaya ilə birlikdə Xocalıdan gətirib Aleksandr Nevskiyə heykəl qoymuşdular. Hər gün bu avtobus gəlirdi, yanırdı orada zabit Xan kəndində 10.000 də erməni gətirdik, 20.000 də erməni gətirdik bura. Burada deyir, Saxrımın heykəlini qoyduq, burada Xocalı aeroportunda, buranı qoruyacaq, buranı dolduracaq erməni ilə. Sən nə danışırsan, nədir? Həmən Çingiz xanın nəticəsi buradadır.
Nə danışırsan sən? Nə oldu? Ha, indi bu Vaşinə belə baxanda bəzən deyirlər ki, o ermənilərin belə danışığı var. Siz onu Yerevana geçsəz, trolleybusda da, mən metroda da görəcəksiniz. Bu, onların adi danışıqları, belə o danışıq onlarda var. O sadəcə buradan elə görünür ki, siyasətçi də belə şeydir. Baxın da, bax, bu da siyasətçilər. Bayaq deyirəm, bizim yəni, Türk dövlətlərindən danışırıq, özümüzdən danışırıq, açıq deyim sizə, Türkiyədən, Azərbaycandan danışırıq. Bu hərəkəti Trumpdan da görə bilərsiniz, Vance-dən də görə bilərsiniz, Elon Musk'dan da görə, eynisini görə bilərsiniz, o Lavrovdan da görə bilərsiniz, Putin'dən də görə bilərsiniz, o Fatma Zəhra deyəndən də görə bilərsiniz. Kim çıxır ından, hamısından görə bilərsiniz. Şizofreniklar, şizoidlər,